iman eden alimler. John Ray. Məşhur İngilis botaniki John Ray dindar insan idi. Onun fikrincə, əgər insan dünyaya Allahın gözəlliyini əks etdirmək üçün gəlibsə, o bütün onu əhatə edən yaradılışa diqqət yetirməlidir. Bu fikri öz prinsipinə çevirən John Ray çox gənc yaşlarında elmi tədqiqatlarla məşğul olmağa başlamışdı. O, botanika və zoologiyada öz dövrünün böyük nüfuz sahiblərindən biri idi. John Ray, ilahi yaradılışdakı sonsuz müdriklikdən bəhs edən kitab dərc etmişdi. O, öz əsərində bitkilərin, həşəratların, quşların, balıqların və digər orqanizmlərin minlərlə növünü təsvir edir və onların hamısının təbiəti yaradanın mövcudluğuna işarə etdiyini deyirdi. John Ray yazırdı: "Əvvəlcə hər şeyi Allah yaratmışdı. Bizi əhatə edən hər şeyi bu günə qədər o qoruyur və yaratdığı şəkildə saxlayır." Botanika sahəsində xeyli işlər görmüş John Ray, elmlə dinin sıx əlaqədə olduğunu həmişə qeyd edir və azad insan üçün təbiətin gözəlliyi, Allahın böyüklüyü və sonsuz müdrikliyi haqqında düşünməkdən gözəl heç nə yoxdur deyirdi.